Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Es-salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bu dersimizin mövzusu vitir namazıdır. Vitir namazı bildiyimiz kimi Hənefi məzhəbində vacibdir. Məzhəbin əsas görüşünə görə vitir namazı vacibdir. Bunu qılmayan günah eləmiş sayılır. Biz normalda bu dərslərimizdə dəlillər qeyd eləmirik, ancaq bu vitrlə əlaqədar bir-iki dəlil qeyd eləyək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-vitru haqqun, fəmən ləm yutir fəleysə minnə." Bunu Peyğəmbər 3 dəfə söylüyor. Bunun mənası vitir haqdır. Kim vitri qılmazsa o bizdən deyildir. Buradakı haqq sözünün mənası vacibdir deməkdir. Bəli, bunu həm də dediyimiz kimi Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə təkrarlayır. Yenə Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn bir başqa rivayətdə isə belə buyurulur. İnnəlləhə zədəkum salətən fəhafizu aleyhə və hiyə vitrun. Bunun da mənası Allah Teala sizə bir namaz da əlavə elədi. 5 vaxt namazın üzərinə bir namaz da əlavə elədi. O da vitr namazıdır. Bu və digər rivayətlərə əsaslanaraq Hənəfilər vitr namazının vacib olduğunu demişlər. Bildiyimiz kimi Hənefi məzhəbində İmameynin, İmam Əbu Yusuf və İmam Muhammedin də görüşləri vardır. Onlara görə müəkkəd sünnətdir. Ən müəkkəd, ən güclü sünnət vitirdir. Ancaq əsas görüş, əsas fətva İmam Əzəm Əbu Hənifənin rahiməhullah olduğuna görə, onun da görüşü vacib olduğuna görə Hənefi məzhəbində bunun vacib olduğunu deyirik. Beləcə, bu namazda fərz namazlar kimi qəzaya qalmış olsa, unudaraq olsun istərsə də bilərək olsun, qılınmamış olsa, bu namazın qəzası da vacibdir. Həmçinin fərz namazlara bənzədiyi üçün bu namazın oturaraq qılınması da caiz deyildir. Bu namaz da ayaq üstə digər rükünlər də yerinə yetirilərək qılınması lazımdır. Namazların vaxtları dərsində qeyd elədiyimiz kimi bu namazın vaxtı işa namazı qılındıqdan sonra fəcr namazı girənə qədər ki vaxtdadır. Ancaq bunun da müstəhəb vaxtı var. Müstəhəb vaxtı və yaxud ən əfzəl, ən fəzilətli vaxtı gecənin sonudur. Yəni sübh namazının vaxtı girməmişdən əvvəlki vaxtdır. Bundan sonraki fəzilətli vaxtı isə, yəni bir adam bu vaxtda qıla bilmirsə, onun üçün fəzilətli olan yatmadan əvvəl qılmasıdır. Bundan sonraki vaxt isə işa namazından sonra qılınmasıdır. Bunu qeyd eləyək ki, bir şəxs gecənin sonunda qıla bilməyəcəyindən qorxursa, yəni yatıb qalacağından və namazı keçirəcəyindən qorxursa, söhbət vitr namazından gedir. O şəxs əlbəttə ki, vitr namazını yatmadan əvvəl və yaxud da ki, işa namazından sonra qılması lazımdır. İndi isə vitr namazının necə qılındığını öyrənək. Vitr namazı 3 rükətdir. Bu 3 rükət axşam namazına bənzəyir. Bir neçə fərqi var. Bu 3 rükət vitr namazı tək salamla qılınır Hənefi məzhəbinə görə və 3-cü rükətdə axşam namazından fərqli olaraq əlavə bir surə də oxunur. Yenə başqa bir fərqi isə hər bir rükətdə oxunan Fatihə və əlavə surə burada vacibdir. Fərz namazlarında bildiyimiz kimi ilk 2 rükətdə bunlar vacib idi. Ancaq vitr namazında hər 3 rükətdə bu vacibdir. Həmçinin vitr namazının 3-cü rükətində rükudən əvvəl bir qunut duası var. Bu da vacibdir. Axşam namazından fərqi bunlardır. Yəni 3-cü rükətdə Fatihə və ondan sonra bir surə oxuduqdan sonra əllərini qaldıraraq təkbir gətirir. Təkbir gətirdikdən sonra isə qunut duasını oxuyur. Bu qunutda vacib olan şey hər hansı bir duanın oxunmasıdır. Ancaq qunutda sünnət olan dualar da var. Bu da Allahümmə innə nəstə'inuka ilə başlayan dua. Həmçinin Allahümmə hdini fi mən hədeyt ilə başlayan duadır. Bunları bilməyən şəxslər sünnətdə, hədislərdə varid olan digər dualardan da oxuya bilərlər. 3-cü rükətdə bu duanı oxuduqdan sonra isə digər namazlarda olduğu kimi rükuya gedir və namazını beləcə tamamlayır. Vitr namazı cemaatla qılınırsa, bu halda imam da, cemaat da qunut duasını səssiz oxuyurlar. Vitr namazına aid bir neçə məsələni də qeyd eləyək. Bir şəxs vitr namazını qılarkən qunut duasını oxumağı unudub rükuya getsə, bu duanı oxumaqdan ötürü yenidən qiyama qayıtmaz. Rükuya gedər və ən sonda vacib olan duanı tərk elədiyi üçün səhv səcdəsi eləyər.
Əgər vitr namazı cemaatla qılınırsa və imam rükuya gedirsə, ancaq arxada duranlar, imama tabe olanlardan hər hansı biri bu duanı oxuyub sona çatdırmayıbsa, sünnət olan duanı, o imam kəsdiyi yerdə o da duanı kəsib rükuya getməsi lazımdır. Çünki imama tabe olmaq vacibdir. Ancaq bu duanı bu qədər oxunması, tamamlanması isə sünnətdir. Ancaq yenə də vitr namazı cemaatla qılındığı təqdirdə imam bu səfər qunut duasını oxumağı unudarsa, arxadakı adam da imama tabe olaraq rükuya gedər. Ancaq imam rükuda çox qalırsa, yəni imama rükuda çatacağından əmindirsə, bu adam təkbir gətirər və qunutdan bir cümlə oxuyar. Məsələn, Allahümmə innə nəstə'inuka. Beləcə bu şəxs bu vacibi də yerinə yetirmiş sayılır. İmam bunu tərk eləmiş olsa. Təbii ki, sonda imam səhv səcdəsi eləyəcək. Bu da səhv səcdəsi zamanı imama tabe olur. Ancaq imama rükuda çata bilməyəcəyindən qorxursa, yəni bunu oxuduğu təqdirdə, bu minimum miqdarı oxuduğu təqdirdə imama çata bilməyəcəyindən qorxursa, bu adam bunu da oxumaz, imama tabe olar. Təbii ki, ən axırda yenə də imam səhv səcdəsi eləyir, ona tabe olanlar da səhv səcdəsi eləyirlər. Fərz namazlarında imama qoşulma haqqında demişdik ki, rükuda çatanda bir şəxs o həmin rükətə çatmış sayılırdı. Burada da eyni ilə o şəkildədir. Burada təbii ki, qunutda tərk edilmiş olur. Yenə də həmin rükətə çatmış sayılır. Və beləcə bu adam qılmadığı rükətləri qılmaq istəyərkən qunutu oxumur. Çünki hökmən o qunutu oxumuş sayılır. Bəli, bildiyimiz kimi vitr namazı əsasən Ramazan ayında cemaatla qılınır. Cemaatla bunun qılınması evdə tək başına qılınmasından üstün sayılmışdır. Çünki burada həmçinin cemaat savabı vardır. Yenə bildiyimiz kimi qunut Hənəfi məzhəbində sadəcə vitr namazında vardır. Ancaq ümmətin başına böyük bir müsibət gəldiyi halda və yaxud da ki, həmin bölgədə yaşayanların başına böyük bir müsibət gəldiyi zaman bu qunut digər namazlarda da tutula bilər və yaxud digər namazlarda da qunut duası oxuna bilər. Müsibət hallarında Hənəfi məzhəbində fəcr namazında qunut oxunur. Ancaq bunun fərqi burada qunut rükudan sonra tutulur. Yəni müsibət hallarında fəcr namazında qunut rükudan sonra tutulur və qunut duaları oxunur. Bəli, bu qunut duasından sonra sünnətdə varid olan dualardan da oxuya bilərlər. Bu halda əgər imam səsli şəkildə oxuyursa qunut duasını, ona tabe olanlar bunu oxumazlar, dualara amin deyərlər. Ancaq imam səssiz şəkildə oxuyursa, cemaat da səssiz şəkildə oxuyar. Burada onu da qeyd edə bilərik ki, buradakı oxunan qunutda əgər imam əllərini qaldırırsa, ki qaldırması da caizdir, yana salması da caizdir. İmam qaldırırsa, cemaatın da qaldırması münasibdir. İmam qunut oxuyarkən əllərini qaldırmasından, yəni əllərini bu şəkildə və yaxud bu şəkildə tutmasından söhbət gedir. Beləliklə vitr namazının qılınışını da öyrəndik. Velhamdülillahi Rabbil aləmin.